Müdafiə Nazirliyinin açıqlamasına görə cəbhə xəttində son atışma nəticəsində 8 nəfər hərbçimiz şəhid olub. Cəbhə xəttindən aldığımız bizim məlumatımıza görə isə onların sayı 9 nəfərdir. Artıq şəhid olanlar hərbçilərimizin dəfninə başlanılıb. Əməkdaşımız Aytan Abdulova onların görüntülərini və barələrində məlumatlar əldə edib və qəhrəmanlarımızı birlikdə yad edək. Ağdam və Tərtər istiqamətində Ermənistan silahlı qüvvələrinin açdığı intensiv atışma nəticəsində Azərbaycan ordusu 8 şəhid verib. Bunlar Sumqayıt şəhərindən hərbi xidmətə çağırılmış əskər Avdinov Hüseyn Etibaroğlu, Qazax rayonundan hərbi xidmətə çağırılmış Gizir 1977-ci il təvəllüdlü Almazov İsa Ziyadoğlu, Şirvan şəhərindən hərbi xidmətə çağırılmış müddətdən artıq hərbi xidmət keçən Elvin Əskərov, Masallı rayonundan hərbi xidmətə çağırılmış əskər Əli Rəhimov, Xaçmaz rayonundan hərbi xidmətə çağırılmış Mustafa Əli Coşqunov, Quba rayonundan hərbi xidmətə çağırılmış Elnur İbrahimov, Tovuz rayonundan hərbi xidmətə çağırılmış Vüqar Poladov, Salyan rayonundan hərbi xidmətə çağırılmış Səfdər Məmmədov, Ağdam rayonundan hərbi xidmətə çağırılmış müddətdən artıq həqiqi hərbi xidmət keçən 1992-ci il təvəllüdlü Əhmədov Qarıyağdı Eldaroğludur. Şəhid olanlardan 3-ü bugün artıq torpağa tapşırılıb. Tovuz rayonundan şəhid olan Vüqar Poladov ailəsi ilə dünən telefon əlaqəsi saxlayarkən cəbhə bölgəsinə vəziyyətin kritik olduğunu bildirib. Akşam zəng gelirdi. Danışa söhbət eləyir. Dedi ay mama pul göndər. Gələndə dedi paltar alacağım. Dedi mənlə qıza burada atışmadı. Dedi ay mama burada atışmadı canlı. Ağdam rayonundan hərbi xidmətə çağırılmış Qarıyağdı Əhmədov da bugün doğulduğu rayonda dəfn edildi. Xaçmaz rayonundan həqiqi hərbi xidmətə çağırılan şəhid Mustafa Əli Coşqunov da bugün doğulduğu kənddə torpağa tapşırıldı. Tək belə olmayaydı amma nə deyə bilirik ki, vətənimiz sağ olsun. Atışma nəticəsində Azərbaycan ordusunun daha 5 hərbiçisi də yaralanıb.